Noyabrın 20-sində Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Ağcabədi rayon polis şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin iştirakı ilə şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində reydlər keçirilib. Reydlər zamanı şəhərin Üzeyir Hacıbəyli prospekti, Göyçə və Faiq Əlizadə küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan 15 fiziki şəxs barəsində inzibati qaydada protokol tərtib edilib və səyyar satış köşklərinin yığışdırılması təmin olunub. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən vətəndaş qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə 80 manat məbləğində cərimə edilir. Qeyd edək ki, qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində işlərin icrası bundan sonra da davam etdiriləcəkdir. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası üçün.